Salam əziz izləyicilər, bugün sizinlə 11-ci sinif din buraxılış imtahanında qarşımıza çıxa biləcək zaman bağlayıcılarından biri olan by the time-a baxırıq. Deməli, biz bilirik ki, by əsasən işlənir bitmiş zamanlarda. Deməli, by olan cümlənin digər tərəfinə yazacağıq bitmiş zaman. Niyə yanında yazmırıq? Çünki bağlayıcının yanında avtor istisna olmaqla bitmiş zaman işləmir. Ona görə digər tərəfdə yazırıq bitmiş zamanla. Bəs hansı bitmiş zamanla uzlaşdıracağıq? Təbii ki, əgər by the time-in yanına keçmiş sadə zaman gətirmişiksə, digər tərəfdə olacaq keçmişin bitmişi. Yox, indiki zaman gətirsə olacaq təbii ki, gələcəyin bitmişi. Yəni nə isə olan vaxta qədər bu hərəkət artıq olub bitmiş olur. Məsələn, deyirəm ki, Sara stansiyaya gəlib çatana qədər biz onu 30 dəqiqə idi ki, gözləmişdik. Deməli, burada keçmiş sadə edib keçmişin bitmişini qoymuşam. Amma deyirəm ki, o gələn il təqaüdə çıxan vaxta qədər 25 il olacaq ki, burada işləyir. Burada təbii ki, qoyacam gələcəyin bitmişini.